Bugün 26 noyabr Kəlağayı günüdür. Bu bənzərsiz irs 2014-cü ildə UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib və dünyaya Azərbaycanın ipək mədəniyyətinin imzası kimi təqdim olunub. Kəlağayı bizim kimliyimizdir. Zəifliyimizin fəlsəfəsi, milli ornamentlərin dili, nəsillərin yaddaşıdır. Bəli, Kəlağayı başda daşınır, amma əslində ruhun üstündə dalğalanır. Məktəb mədəniyyəti də belədir. Dəyəri nümayiş etdirmək kifayət deyil. Onu aşılamaq, sevdirərək yaşatmaq çox vacibdir. Bəs ona görə də gimnaziyada Kəlağayı məktəb tədbirlərinin millilik möhürü, qızlarımızın mənəvi tacı, gənc təfəkkürün estetik, ilham mənbəyi kimi yer alır. Bizim missiyamız budur. Kəlağayı mədəniyyətini başdan ürəyə, ürəkdən gələcəyə daşımaq. Çünki millilik dərslikdə dayanmamalı, davranışa çevrilməli, zövqə hopmalı, gələcəyi formalaşdırmalıdır. Unutmayaq, Kəlağayını başa bağlamaq ənənədir. Onu ruha bağlamaq isə maarifçilik məsuliyyətidir. Və bu məsuliyyət bu torpağın hər bir müəlliminə, hər bir qızına, hər bir övladına yaraşır. Günümüz mübarək, mirasımız mübarək, Azərbaycanımız mübarək.